Ukraynada sülh üçün zəmin yaratmaq bizim çoxdan səy göstərdiyimiz bir şeydir. Missiyas xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran zaman deyib. O bildirib ki, biz müxtəlif vaxtlarda ABŞ prezidenti Donald Trumpla Ukrayna ilə bağlı fikirlərimizi müzakirə etmişik. Biz inanırıq ki, ədalətli sülhə gedən yol danışıqlardan və bir araya gəlməkdən keçir. Hazırda irəli sürülən sülh planının təməl olub olmayacağı ilə bağlı müzakirələr gedir. Plan yeni qeyri-sabitlik yaratmayacaq şəkildə tərəflərin qanuni gözləntilərini və təhlükəsizlik ehtiyaclarını qarşılasa, razılaşma mümkün olacaq. Biz hesab edirik ki, barışığa yalnız razılaşdırılmış məsələlər və müsbət gündəm üzrə başlayan danışıqlar yolu ilə nail olmaq olar. Hər kəsi qane edəcək bir təməl qurularsa, qalıcı həllin qapısı açılar. Ədalətli və davamlı sülhə yol açacaq təkliflər üzrə danışıqlara başlanması prosesə müsbət təsir göstərəcək deyə siyasətçi vurğulayıb. Türkiyə olaraq daha əvvəl İstanbulda əhəmiyyətli rol oynadığımız kimi, bugün də eyni konstruktiv mövqe qorumağa hazırıq deyə Ərdoğan qeyd edib. Daşqın Həsənov, İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.